Herkese salam aleykum. Mən Doktor Südabə Aşan, fitoterapevt. Bugün xalq təbabətində geniş istifadə olunan dəvə dabanı bitkisi haqqında danışmaq istəyirəm. Hal-hazırda mart ayıdır və dəvə dabanı çiçəklənən vaxtıdır. Bu dəvə dabanına həmçinin rus dilində matematika deyilir. Dəvə dabanı müalicədə həm bitkisini, həmçinin yarpaqları istifadə olunur. Yəni dəvə dabanı geniş yuxarı tənəffüs infeksiyalarında, öskürəklərdə, bronxial asmalarda, bronxitlərdə istifadə edilir. Həmçinin faringitdə də gözəl təsir, müalicəvi təsirinə malikdir. Ondan savayı bəlğəmli öskürəklərdə bəlğəm yumuşaldıcı təsiri göstərir. Həmçinin quru öskürəkdə də müalicəvi təsir edir. Dəvə dabanının da həm yarpağı müalicədə istifadə olunur. Yəni onu əzib və məlhəm hazırlayırlar. Furunkul çoban, yəni çoban deyirlər buna. Furunkul, karbunkul yaraların üzərinə qoyaraq müalicə edir. Və süd verən xanımlara laktasiyanın artması üçün yəni dəvə dabanı dəmləyib içə bilərlər. Bu qədər. Salam aleykum, sağ olun.